Rusiya-İran əlaqələrinin biz yaxın tarixinə nəzər yetirərkən, hətta tarixi kontekstdə bir əsr öncəyə də gedərkən, biz görürük ki, bu ölkələr arasında dinamika, rəqabət və əməkdaşlıq potensialı arasında manevr edib və Rusiya ilə İranın bir-birinə münasibətləri, hərçənd ki, iki ölkə hərtərəfli strateji tərəfdaşlığı haqqında müqavilə də imzalayırlar. Lakin bu iki dövlətin bir-birinə münasibətləri həqiqi müttəfiqlik meyarlarından kifayət qədər uzaqdır və Rusiya heç zaman əslində İrana müttəfiq kimi baxmayıb və İran da Rusiyanı lap dərin qatlarda müttəfiq kimi görməyib. Və bunun bir səbəbi elə yaxın şərqdə Suriya böhranında, hətta Rusiya ilə İranın geosiyasi olaraq yaxın şərqdə ən güclü dövründə belə tərəflər bir-birinə həmişə ehtiyatlı yanaşıblar və Rusiya heç zaman İsraillə əlaqələrini İranın maraqlarına qurban vermir və xatırlayırsa, hətta Suriyada İranın geosiyasi nüfuzunun yüksəldiyi bir vaxtda İsrailin keçirdiyi əməliyyatlara Rusiya səssiz qalırdı. Məntiqlə isə düşünmək olardı ki, əgər Rusiya ilə İran hər ikisi Bəşər Əsəd dəstəkləyirsə və Suriya ərazisində nüfuz bölgüsünü öz aralarında bölürlərsə, nəyə görə Rusiya İsrailin hücumlarına səssiz qalır? Və bu zamana qədər, daha doğrusu 2024-cü dekabrına qədər, Bəşər Əsəd devrilən ana qədər bu məsələlərin üzərindən bir qədər sükutla keçirilirdi. Lakin Bəşər Əsəd devrildikdən sonra İranın siyasi establishmentində Rusiyaya qarşı kəskin ittihamlar səsləndi və Rusiyanın xəyanətkar ola biləcəyinə dair kifayət qədər kəskin ittihamlar üfüqlərdə görülməyə başladı. Bu əslində bir neçə illik yığılmış bir aqressiyanı, yığılmış bir əsəbi Rusiyanın üzərinə tökmək idi və əslində Rusiyanın X anında İsrailin maraqları, İranın maraqlarına cavab verməməsi və İranın təhlükəsizliyi üçün zəmanət durmaması bu məsələdə daha aydın şəkildə özünü biruzə göstərdi. Və ardınca baş verən proses İran-İsrail 12 günlük müharibəsi və Rusiyanın yenə də sönük siyasi bəyanatlarla İrana dəstək nümayiş etdirməsi. Rusiya ilə İsrail arasındakı münasibətlər bir çox cəbhədə toqquşsa da, xüsusən də yaxın şərqdə Suriya mövzusunda, Bəşər Əsədə dəstək mövzusunda toqquşursa da, Rusiya İsraillə ehtiyatlı davranaraq İranın maraqlarını bir qədər geri plana atmış olurdu və bu İranın daxilində ciddi etirazlar yaradır. Bu etirazlar 12 günlük müharibədən sonra da daha da alovlanmağa başladı və Rusiyanın İrana dəstəyinin artıq yalnız görüntü olduğu barədə fikirlərin gündəmdə qalmasına böyük bir üfüqlər açmış oldu. Bəs İranla Rusiya niyə müttəfiqdir? Birincisi, həqiqətən də biz baxanda analitik baxımından görürük ki, Rusiya İranı qərbə qarşı münasibətlərdə və yaxud da qərblə əlaqələrin tənzimlənməsində bir alət kimi istifadə edir və bu alət İranın nüvə proqramının dəstəklənməməsində də özünü göstərir. Yəni Rusiya belə İranın nüvə proqramını dəstəkləmir. Çin İranın nüvə proqramını, nüvə silahı əldə edə biləcək həddə qədər dəstəkləmir. Və buradan biz görürük ki, Qərblə Çin və Rusiya İranın nüvə proqramı məsələsində hardasa ortaq və yaxud da oxşar mövqelər nümayiş etdirirlər. Bu isə təbii ki, hüquq müqavilə bazasına görə İran-Rusiya əlaqələrindəki strateji xətlərlə ziddiyyət təşkil edir və bu ziddiyyət hüquqi olaraq müəyyən şəkildə paradoksal görünə bilər. Strateji baxımdan isə Rusiyanın mövqeləri başqa bir amilə söykənir və Rusiya İranla heç zaman həqiqi müttəfiq kimi bir araya gəlib hər hansı bir dövlətə qarşı cəbhə almaqdan maraqlı deyil. Hərçənd ki, o da yaddan çıxarmayaq ki, Rusiya, Şimali Koreya və İran oxu artıq formalaşıb və bu Rusiyanın Ukraynadakı müharibə məqsədlərinə dəstək verməkdən ötürü bir formalaşmış dırnaqarası koalisiyadır. Ancaq bu koalisiyada Rusiya-İran müttəfiqliyi heç bir zaman qərbə qarşı alternativ bir geosiyasi mexanizm olmayacaq. Yalnız iqtisadi amillərlə müəyyən əməliyyatlar aparılması düşünülür ki, vahid
valyutanın yaradılması və bu kimi məsələlər. Bu isə ümumilikdə Rusiya-İran müttəfiqliyinin əsl açarı ola bilməz. Rusiya İrana bir tarixi kontekstdən də yanaşır və 1907-ci ildə Rusiya ilə Böyük Britaniya arasında imzalanan müqaviləni mən xatırlatmaq istəyirdim. Həmin müqavilə görə İranın şimalı Rusiyanın təsir bölgəsində qalırdı. Cənubu Böyük Britaniyanın, orta ərazilər isə, yəni şimalla cənub arasında sıxışan ərazilər isə neytral ərazilər olaraq qalırdı. Və bu tarixi kontekstdə Britaniya ilə Rusiya arasında İran uğrunda bir mübarizənin getdiyi görünməkdə idi və bu proses artıq indi də davam edir deyə iddia edə bilərik. Çünki Rusiya İrana həmişə bir geosiyasi təsir dairəsi kimi baxmaqda davam edir və son zamanlarda İranın daxilində xüsusilə keçmiş prezident Həsən Ruhani və keçmiş Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifə qarşı mühafizəkar dairələrdən səslənən ittihamlar bunu deməyə əsas verir ki, mühafizəkar qüvvələrlə liberal düşərgə arasında Rusiya münasibətdə fikir ayrılıqları yaranır. Liberal düşərgə daha çox qərblə münasibətləri önə çıxarır. Mühafizəkar qüvvələr isə mövcud reallıqlardan çıxış edərək Rusiya ilə əlaqələrin strateji xəttlərinə diqqət yetirirlər. Bəs ümumiyyətlə prosesdə İran daxili münasibətlər və Qərbin təsirlərinin İran daxilində artması hansı dərəcədə özünü göstərir? Qərblə münasibətlərdə İran bir qədər yumşalan mövqe nümayiş etdirir. Bu ümumiyyətlə İranın xarici siyasətdə belə bir anı əks etdirən məqam var. Mən onu xatırlatmaq istədim. İran xarici siyasətdə bəzən çox təzadlı görünür. Məsəl üçün, Prezidentlik İnstitutu ilə Ali Rəhbərlik İnstitutu arasında verilən bəyanatların fərqli xarakteri bir qədər ziddiyyətli məqamlar kimi görünür. Amma əslində onlar bir-birini tamamlayır. Bu nəyə göstərir? Radikal qüvvələr, mühafizəkar dairələr İran daxilində özlərinin mövqelərini gücləndirmək üçün, o cümlədən Seyid Əli Xamneyinin varislik məsələsinin ön planda saxlanması üçün xaricdəki düşmən obrazından bir növ istifadə edirlər. Və bu ictimai rəyi vahid ideologiya ilə birləşdirməkdən ötürü Xamneyinin diqqətində ən gözəl vasitələrdən biridir. Digər tərəfdən isə pərdə arxasında müəyyən razılaşmalar və sövdələşmələr gedir. Əslində bunun ən böyük təzahürləri Amerika Birləşmiş Ştatlarının Əfqanistana və İraqa müdaxilələri fonunda baş tutmuşdu. Hamı gözləyirdi ki, İran əslində növbəti hədəf olacaq. İran növbəti hədəf olmadı və əksinə İranın proksi hərəkatı, müqavimət hərəkatı Amerika Birləşmiş Ştatlarının müdaxilələrindən sonra daha da böyüdü. Bu günün özündə belə yeni məlumatlara əsasən İranın nüvə texnologiyasının inkişaf etdirilməsində qərb avadlıqlarından istifadə olunub. Son zamanlarda Financial Times belə bir iddia ilə çıxış etdi. Bütün bunlar onu göstərir ki, İranla qərb arasındakı münasibətlərdə yaxınlaşma yeni geosiyasi balans yarada bilər və Rusiya bundan ehtiyat edir və o balansın özünə qarşı çevrilməməsi üçün böyük hərəkətliliyə başlayır. Başqa yandan İran-Rusiya münasibətlərində Qafqaz səhnəsində əks olunan biz meyarları, məqamları nədə görə bilərik? Fikir verirsə, bir neçə il öncə İran Zəngəzur dəhlizinə aqressiv münasibət nümayiş etdirəndə Rusiyadan bu məsələdə dəstək almadı. Əslində Rusiya bu məsələdə İranın mövqelərindən çıxış etməyi heç vaxt prioritet saymayıb və İranın verdiyi bəyanatlar Rusiyanın maraqları ilə görünür ki, ziddiyyət təşkil edirdi. Bu günün özündə belə Azərbaycan-Rusiya münasibətlərində gərginlik olsa da, Rusiya heç vaxt İranın formalaşdırdığı povesti dəstəklənmir və onu da qeyd etmək lazımdır ki, Rusiyanın İran daxilində, İran isə Rusiya daxilində yeni geosiyasi ısaqlar formalaşdırmaq üçün kəşfiyyat əməliyyatları sürətli bir şəkildə davam edir.